Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz present continuous, yəni indiki davam edici zaman formasıdır. İndiki davam edici zaman forması iki halda işlənir. Birincisi, danışıq anında, yəni hal-hazırda, bu dəqiqə davam etməkdə olan hərəkətləri göstərmək üçün istifadə edilir. Məsələn, he is reading a book now. O indi kitab oxuyur. Yəni onun kitab oxumağı hal-hazırda indi baş verir. Yəni indi hal-hazırda baş verən bütün hərəkətlər indiki davam edici zaman formasında istifadə edilir. Yaxın gələcəklə bağlı planlaşmış hərəkətlər də indiki davam edici zaman formasında istifadə edilə bilər. Qeyd edim ki, gələcəklə bağlı bütün hərəkətlər yox, yalnızca yaxın gələcəkdə, yəni çox yaxın zamanda baş verəcək hərəkətləri göstərmək üçün istifadə olunur. Və bu zaman gələcəklə bağlı olduğu üçün cümlədə gələcək sadə zamanın zaman zərfliyi istifadə edilə bilər. Məsələn, he is flying to New York tomorrow. O səhər New Yorka uçur. Necə ki bizim dilimizdə belə bir cümlə qura bilirik, ingilis dilində də bu formada istifadə etmək mümkündür. Bu zaman formasını ümumiyyətlə düzəltmək üçün to be üstəgəlsin, feil üstəgəlsin ing düsturundan və ya qısa şəkildə to be üstəgəlsin participle one düsturundan istifadə edirik. To be zamanlar üzrə əlbəttə ki dəyişməlidir. Am, is, are formasında dəyişir. Birinci şəxsin təki, yəni I ilə am olur. Üçüncü şəxsin təki ilə is olur və yerdə qalan bütün şəxslərlə are istifadə edilməlidir. Cümlələr təsdiq, sual və inkar formasında olur. Təsdiq cümlə, məsəl üçün, he is listening to music, o musiqiyə qulaq asır. Yəni, bu cümlədən bizə aydın olur ki, hal-hazırda indi davam edən hərəkəti göstərir. Sual formasını düzəltmək üçün əmi, izi və ya arı əvvələ keçirmək lazımdır. Nədən əvvələ keçiririk? Onu da qeyd edeyim ki, mübtədadan əvvələ keçirmək lazımdır. İnkarını düzəltmək üçün isə əmdən, izdən və ardan sonra not inkar hissəciyi artırmaq lazımdır. Məsələn, he is not listening to music. O musiqiyə qulaq asmır. Biz bilirik ki, inkarların qısa forması olur. Yəni is not və are notun qısa forması var. Is notun qısa forması isn't, are notun qısa forması isə aren't kimi istifadə olunur. Amma am notun qısa forması mümkün deyil. Am not qısa formada istifadə edilmir. Bir də ki, indiki davam edici zamanda zaman zərflikləri vardır. Now, indi, right now, indicə, bu dəqiqə, at present, hal-hazırda, at the moment, bu dəqiqə, still, hələ də zaman zərfliklərindən istifadə olunur. Stilldən başqa digər bütün zaman zərflikləri, yəni now, right now, at present, at the moment cümlənin həm əvvəlinə, həm də ki cümlənin sonuna yazıla bilər. Yəni now-yu həm cümlənin əvvəlində, həm də ki cümlənin ən sonunda istifadə etmək mümkündür. Niyə stildən başqa deyirəm? Çünki bu qayda stilə aid deyil. Stil cümlənin əvvəlinə və sonuna yazıla bilməz. Stil cümlənin yalnızca ortasında istifadə olunur. Bu halda to be-dən sonra istifadə olunur. Yəni əmdən, izdən və ardan sonra stil istifadə edilməlidir. Bir də ki, indiki davam edici zaman forması əmir və ya nida cümlələrində istifadə edilir və bu zaman cümlədə look, bax, listen, qulaq as, don't make any noise, səs eləmə, be quiet, sakit ol kimi əmr cümlələrindən istifadə edilir və bu zaman cümlədə mütləq indiki davam edici zamanı istifadə etmək lazımdır. Məsələn, testdə look, listen və ya bunlardan hər hansı biri istifadə edilsə, variant olaraq əmizar üstə gəlsin ing düsturuna uyğun olan variantı seçmək lazımdır. Onu da qeyd edeyim ki, bunlardan hər hansı biri əksik olsa, cümləmiz və ya variantımız səhv sayılacaq. Yəni, məsələn, to be olmasa, ing qəbul etmiş feil olsa, səhv sayılacaq. Məsələn, they are playing də are olmasa, sadəcə playing deyə bir variant olsa, bu səhvdir. Eləcə də are və feil olsa, yəni ing olmasa, yenə səhvdir. Bu hissələrin hər biri cümlədə və ya variantda əksiksiz istifadə edilməlidir.
Bir də ki, davam edici zamana münasibətdə feilləri iki qrupa bölürük. Bəzi feillər var ki, həmin feillər davam edici zamanda işlənə bilir. Bəzi feillər isə heç vaxt davam edici zamanda işlənmir. Bunların da bir-birindən fərqləri vardır. İngilis dilində feilləri bu halda iki yerə bölürük. Biri var action verbs, biri də var stative verbs. Bunların fərqi nədir? Action verbs hərəkət feilləridir. Yəni bitə bilən feillərdir. Məsəl üçün run qaçmaq, listen qulaq asmaq, read oxumaq. Bunlar hərəkət feilləridir. Stative verbs isə hal feilləridir. Hal və vəziyyət feillərinə deyirlər. Deməli, action verbs hərəkət feilləri, yəni bitən bilən feillərin hamısı davam edici zamanda işlənə bilir. Məsələn, I am running, mən qaçıram, amma 5 dəqiqə sonra qaçmaya da bilərəm. Və ya he is listening to music, o musiqiyə qulaq asır, amma 5 dəqiqə sonra qulaq asmaya bilər. Yəni onun hərəkəti bitə bilər. Amma stative hal feillərinin bitmə və başlama müddəti bilinmir. Buna görə də bu feillər davam edici zamanda işlənə bilməz və bunları qruplara bölmüşük. Məsələn, hisslərlə bağlı hate nifrət etmək, love sevmək, like xoşlamaq, bunlar stative verbs'dür. Və ya idrak düşüncə ilə bağlı olan feillər. Know bilmək, understand başa düşmək, mean nəzərdə tutmaq, remember xatırlamaq, sahiblik bildirən sözlər, have sahib olmaq, possess, belong kimi feillər və arzu istək bildirən want, wish, need və s. bu kimi feillər davam edici zamanda işlənmir. Bunun əvvəla məntiqini başa düşmək lazımdır. Davam edici zamanda işlənən feillər bayaq qeyd elədiyim kimi davam edici zamanda işlənir, hərəkət davam eləyir, amma hər an bitə bilər. Yəni bitirə bilərsən o hərəkəti. Məsəl üçün I am reading a book, mən kitab oxuyuram, amma 5 dəqiqə sonra mən kitab oxumaya bilərəm. Amma hal feilləri və ya hiss bildirən feillər, stative verbs qəti olaraq bitə bilər deyə bir şey demək olmaz. Məsəl üçün, deyirəm ki, I am liking a pizza. Deməli, bu səhv cümlədir də. Mən pizza xoşlayıram. Yəni, bu deməkdir ki, 5 dəqiqə sonra xoşlamaya bilərəm. Və yaxud da ki, he is remembering his childhood. Bu da səhv cümlədir. Remember-ın əvvəlinə əmizar yazıb, sonuna ing artırıb, davam edici zamanda istifadə etmək mümkün deyil. Məsəl üçün, o uşaqlığını xatırlayır. Bu demək ki, 5 dəqiqə sonra xatırlamaya da bilər. Belə bir şey ola bilməz əlbəttə ki. Buna görə də bitə bilən feillər davam edici zamanda işlənir, amma bitməsi məlum olmayan feillər isə davam edici zamanda işlənə bilmir. Biz bilirik ki, ingilis dilində feillər, eləcə də digər sözlər ola bilsin ki, bir neçə mənaya sahibdir. Məsəl üçün, to have, to see feilləri də buna nümunədir. Məsəl üçün, have-in bir neçə mənası var. Məsələn, malik olmaq mənası var. Bir də ki, yeməyi, içməyi qəbul etmək mənası var. Deməli, bu feillərə xüsusi diqqət etmək lazımdır. Nəyə görə? Çünki bu feillər bir mənasında davam edici zamanda işlənir, bir mənasında isə davam edici zamanda işlənmir. Necə olacaqdır? Məsəl üçün, to have feilinə baxaq. To have feili əgər bizim dilimizə malik olmaq kimi tərcümə edilirsə, bu zaman davam edici zamanda işlənmir. Amma to have feili birləşmələrin tərkibində, yəni yemək, içmək, qəbul etmək kimi tərcümə edilirsə, bu zaman davam edici zamanda işlənəcəkdir. Məsələn, I have a sister, mənim bacım var. Burada malik olmaq mənasındadır, var kimi tərcümə edilir. Burada I am having a sister demək qeyri-mümkündür. Yəni, belə bir şey mümkün deyil. Amma birləşmələrin tərkibində biz have-i nə vaxt yemək, içmək, qəbul etmək kimi dilimizdə tərcümə eləyiriksə, öyrəndiyimiz o birləşmələrin tərkibində işlənibsə, bu zaman have-i davam edici zamanda işlətmək mümkündür. Yəni, have-in sonuna ing artırıb əvvəlinə əmizar artırmaq mümkündür. To see feili də bu qəlb sözlərdəndir. To see feilinin də iki mənası var. Bunlardan biri görmək, digəri isə görüşməkdir. Əgər to see feili bizim dilimizə görmək kimi tərcümə edilirsə, davam edici zamana düşmür, amma görüşmək kimi tərcümə edilirsə, davam edici zamanda işlənir. Məsələn, Helen sees a red car in front of her apartment. Helen mənzilinin qarşısında qırmızı maşın görüşür deməyəcək. Əlbəttə ki, qırmızı maşın görür deyəcək. Bu zaman görür kimi tərcümə edəndə qəti olaraq sin sonuna ing artırıb əvvəlinə əmizar yazmaq mümkün deyil. Amma əgər
To see feili görüşmək kimi bizim dilimizə tərcümə edilirsə, bu zaman davam edici zamanda işlənir. Yəni əvvəlinə əmizar artırıb, sonuna isə ing artırmaq mümkündür. Məsələn, Helen is seeing a doctor. Helen həkimlə görüşür. Burada görüşür kimi tərcümə elədiyimiz üçün sonuna ing artırıb, əvvəlinə isə əmizar yazmaq mümkün olubdur. Üçüncüsü to sing feilidir. To sing feili hər hansı bir hərəkətə və ya nəyəsə bir münasibət bildirəndə, öz fikrini deyəndə, zənn etmək mənasında olanda davam edici zamana düşmür. Amma beynində nəyisə canlandırmaq mənasında davam edici zamanda işlənir. Məsələn, gəlin nümunəyə baxaq. Məsələn, deyirəm ki, I think it is a Məsələn, I think it is a tough task for him. Tough çətin deməkdir. Mən fikirləşirəm ki, onun üçün çətin bir tapşırıqdır. Məsələn, burada nəsə fikrimizi bildiririk, öz fikrimizi bildiririk, nəsə zənn edirik. Burada deməli, thinkin əvvəlinə əm yazıb, sonuna ing artırmaq mümkün deyil. Amma tutalım ki, beynimizdə nəyisə canlandırırıq, nəsə haqqında fikirləşirik. Bu zaman thinkin sonuna ing artırıb, əvvəlinə isə əmizar yazmaq mümkündür. Məsəl üçün deyirəm ki, I am thinking I am thinking about my childhood. Uşaqlığım haqqında düşünürəm. Yəni beynimdə uşaqlığımı canlandırıram. Bu mənada think davam edici zamanda işlənir. Bir də üzərindən keçək. Deməli, have malik olmaq mənasında davam edici zamanda işlənmir, amma birləşmələrin tərkibində yemək, içmək, qəbul etmək kimi mənalarda işlənibsə, davam edici zamana düşə bilir. İkincisi, see feili görmək mənasında davam edici zamanda işlənmir, amma görüşmək mənasında davam edici zamanda işlənir. Think feili zənn etmək, nəyisə bir şeyə münasibət bildirmək mənasında davam edici zamana düşmür, amma to think feili düşünmək, yəni beynində nəyisə canlandırmaq mənasında davam edici zamanda işlənir. Bir də ingilis dilində keçmiş davam edici zaman forması var. Keçmiş davam edici zaman forması past continuous tense form adlanır və keçmişdə müəyyən bir vaxtda baş verib davam edən hərəkətləri göstərir. Məsələn, Azərbaycan dilində bu cümləni qurum, sizə aydın olsun. Tutalım ki, deyirəm ki, mən dünən bu vaxt ev tapşırıqlarımı edirdim. Bu demək ki, indi eləmir, sadəcə olaraq dünən 2 gün bu vaxtı onun hərəkəti davam eləyirdi. Yəni keçmişdə, yəni dünəndə qalıb o hərəkət, amma dünən bu vaxt davam eləyirdi onun məsəl üçün dərs oxumağı və s. Məsələn, he is watching a quiz show on TV. Was watching, üzrlü sayın. He was watching a quiz show on TV. O televizorda quiz şousuna baxır. Deməli, bura baxırdı. Yəni keçmişdə müəyyən bir vaxtda davam etməkdə olan hərəkətini göstərir. Bu zamanını da düzəltmək üçün düsturumuz nədir? To be üstəgəlinsin participle one, yəni was were üstəgəlinsin, feil üstəgəlinsin ing düsturundan istifadə edirik. Was və were şəxslər üzrə bu qaydada dəyişir. I, he, she, it bir adam adı və təkdə olan isimlərin hamısı ilə was, yerdə qalan you, we, they iki adam adı və cəmdə olan isimlərin hamısı ilə were istifadə eləmək lazımdır. Sual formasını düzəltmək üçün was-la were əvvələ keçiririk. İnkarda was və were-dən sonra not inkar hissəciyi artırırıq. Məsələn, Aileen was eating an apple. Aileen alma yeyirdi. Yenə keçmişə aid olan, keçmişdə nə vaxtsa davam etməkdə olan hərəkəti göstərir. Sualını düzəltmək üçün was-u Aileendən əvvələ keçiririk. Yəni cümlənin mübtədasından əvvələ yazırıq. İnkarda was-dan sonra not yazırıq. Bunun da qısa forması vardı. Was notun qısa forması wasn't, were notun qısa forması isə weren't-dir. Bu zamanda istifadə edilən zaman zərfliklərinə diqqət edək. At such time yesterday, dünən bu vaxt. Qeyd edeyim,
ki, yesterday ilə at that time yesterday qarışdırmaq olmaz. Testdə də tez-tez istifadə edirlər. Əgər cümlədə sadəcə yesterday işlənibsə, bu zaman keçmiş sadə zaman yazırıq. Yəni, ya feilin sonuna ed yazırıq, ya da ki, feili kökündən dəyişib ikinci sütundakı feil kimi yazırıq. Amma əgər at that time yesterday olsa, was ver üstə gəlsin ing axtarırıq. Eləcə də, əgər cümlədə last year olsa, bu ikisi tək olsa, deməli, bu zaman keçmiş sadə zaman yazırıq. Yəni, variantdan ya ed axtarırıq, ya da kökündən dəyişən feil. Amma qarşısında at that time olsa, bu zaman keçmiş davam edici zaman, yəni was ver üstə gəlsin ing axtarırıq. Buna diqqət etmək lazımdır. At that time yesterday dünən bu vaxt. At that time last year keçən il bu vaxt. At 5 o'clock yesterday dünən saat 5-də. All day bütün gün, all day long bütün gün boyu. From to, məsələn, from 5 to 6. 5-dən 6-ya qədər. From till yenə qədər mənasında olacaqdır. Məsələn, from 3 to 5, 3-dən 5-ə qədər və s. Bir də ki, keçmiş davam edici zaman forması əsasən, həmişə demirəm, əsasən işlənir when və while olan cümlələrdə. Bu zaman uzlaşma necə olacaqdır? Keçmiş davam edici zaman forması ya keçmiş davam edici ilə, yəni özü ilə uzlaşır, ya da ki, keçmiş sadə zaman forması ilə uzlaşır. Məsələn, when my dad had entered the room, she was reading a book. Mənim atam otağa daxil olanda o kitab oxuyurdu. Deməli, burada keçmiş sadə zamanla keçmiş davam edici zaman uzlaşıbdır. Burada entered işlənibdir. Bu keçmiş sadə zaman formasıdır və digər tərəfdə was reading, yəni keçmiş davam edici zaman forması işlənibdir. When bağlayıcısı ilə də bağlanıbdır. Onu da qeyd edeyim ki, when bağlayıcısı həm cümlənin əvvəlində, həm də cümlənin ortasında istifadə edilir. Əgər cümlənin ortasında istifadə edilirsə, when-dən əvvəl vergül işarəsi qoyulmalıdır. Və onu da deyim ki, when ani hərəkətlərdə istifadə olunur. Yəni bu nə deməkdir? Qapını açmaq ani bir hərəkətdir. Biz while-ı ani hərəkətlər olan yerə yazmırıq. Yəni zəng eləmək qısa bir hərəkətdir, ani bir hərəkətdir və ya otağa daxil olmaq ani bir hərəkətdir. Bu kimi cümlələrə while-ı yazmırıq. Bu tip cümlələrə ani hərəkət bildirən feillərin olduğu cümləyə mütləq when yazmaq lazımdır. Bir də ki, keçmiş davam edici və keçmiş davam edici özü ilə uzlaşır. Bu zaman cümlə while-la bağlanacaqdır. Məsələn, while my mom was washing the plates, my dad was reading a newspaper. Mənim anam qabları yuyanda, mənim atam qəzet oxuyurdu. Deməli, burada mənim anamın qabları yumağı, mənim atamın qəzet oxumağı eyni anda baş verir. Hər ikisi eyni anda baş verən hərəkətlərin, demək, hər iki tərəfi keçmiş davam edici zaman formasında işlənməlidir. Bir də üzərindən keçirəm. Demək, keçmiş davam edici zaman when və while bağlayıcılarının olduğu cümlədə işlənir. When və while hər ikisi cümlənin həm əvvəlində, həm də ki, cümlənin ortasında istifadə edilə bilər. Sadəcə olaraq when ilə while-in fərqi ondan ibarət oldu ki, when ani hərəkətlərin olduğu cümlədə işlənir. Məsələn, qapını açmaq kimi, amma while ani hərəkətlərin olduğu cümlələrdə işlənmir. Və keçmiş sadə keçmiş davam edici ilə, eləcə də keçmiş davam edici özü ilə uzlaşır.